Canlar, nəhayət vaxt tapıb videomun ikinci hissəsini səsləndirirəm. İndi isə başlayaq. Bu gördüyünüz gül kələmidir. Ümumiyyətlə gül kələmi, brokkoli, bu tər əvəzləri sirkəli duzlu suda gözlədirəm. Sonra isə yaxşıca yuyub qurudub buzluqda saxlayıram. Bu isə qırmızı lobyadır. Onu da qaynatdıqdan sonra saxlayıram. Salatlarda, şorbalarda istifadə edirəm. Bu isə özbək mantısının mini versiyasıdır. Yoldaşımın bu ölçüdə xoşuna gəldiyi üçün belə hazırlayıram. Bu isə pomidordur. Qablarda və yaxud da buz qəliblərində dondururam. Bu isə uşaqlar üçün dondurduğum, adını unutduğum gilə meyvədir. Bu sürtkəcdən keçirdiyim çuğundurun şirəsidir. Bu isə tumunu çıxararaq dondurduğum vişnədir. Bu yarpaq dolmasıdır. Yarım fabrikat yeməklər hər zaman əlimdən tutur. Bu isə xırda doğranmış balqar biberləridir. Pide hazırlayarkən bundan istifadə edirəm. Bu da bayaq dediyim həmin o gilə meyvədir. Bu isə pomidor badımcan dolmasının badımcanlarıdır. Pomidor və biberləri videonun ilk hissəsində paylaşmışdım. Bu isə qovrulmuş yağ soğandır. Bu gördüyünüz kələm dolmasıdır. Altındakı 3 qabda da kələm dolması var. Sadəcə bir qabdakı şirindir, bakılların dolması, digərləri isə adi ətli dolma. Bu da uşaqlarım üçün dondurduğum qaragilədir. Bu isə zəncəfilli immunitet gücləndiricidir. Soyulmuş şabalı və piçeni. İzlədiyiniz üçün təşəkkürlər. Özünüzdən müğayət olun. Hələlik.